çoxdur. Sizin də elə sadaladığınız sualların hər birinə bəlkə də böyük bir verilişə ehtiyac var. Amma gəlin əlimizdə olan faktlar və analitik qabiliyyətimizdən istifadə edib bəzi nəticələri izləyicilərlə bölüşək. Belə bir məktubun olması ehtimalı varmı? Təbii ki, var. Stilistik olaraq da Ramiz Mehdiyev stilinə uyğundurmu? Uyğundur. Mən belə çox özümə zülm eləyib, vaxtilə onun yazdığı bütün yazıları oxumağa çalışırdım. Özdə rusca doğrudan da daha keyfiyyətli yazılar ortalığa çıxırdı. 14-cü ildə, 15-ci ildə, 16-cı ildə. Xatırlayırsınızsa 20 səhifəli, 22 səhifəli böyük məqalələr. Mətbuatla bəli, qərblə münasibətlərlə bağlı. Stilistik olaraq uyğundur. Məni, belə deyək də, ilk yaranan suallardan biri ondan ibarətdir ki, hökumət də bu haqda çox ciddi düşünməlidir. Bax, dünəndən sosial şəbəkələrdə müzakirə edən məsələlərdən biri budur ki, Ramiz Mehdiyev orada problemlərdən də danışıb da. Ölkədə olan problemləri də qələmə alıb da. Sanki belə bir, ölkədə vəziyyət elə bir, yəni, situasiya elə bir vəziyyətə gəlib çatıb ki, istənilən Ramiz Mehdiyev kimi bir şəxs belə tənqidi mövqeydən çıxış eləyəndə bir kəsimdə buna az qala simpatiya da yaranır. Az qala simpatiya da yaranır ki, problemlərdən də yazıb da adam. Bax, bu düşündürücü faktdır. Bax, mənim üçün siyasətçi olaraq da bu düşündürücü fakt kimi bir qırağa yazmaq lazımdır ki, hökumət də bu haqda düşünsün ki, bax, hətta ən adios figurlardan biri. Azərbaycan siyasətində, belə deyək də, Azərbaycan siyasətinin bugünə düşməsində bir nömrəli rolu olan insan belə, yəni pis mənada bugünə düşməsində bir nömrəli insan belə, bir tənqidi fikir yazanda, hətta ona qarşı müəyyən bir simpatiya da az qala yaransın ki, bax, bu düşündürücü faktordur. Həm siyasətçilər üçün, həm hökumət üçün. Gələk indi məktubun içinə. Varsayaq ki, bunu Ramiz Mehdiyev yazıb. Orada ən diqqəti çəkən məqamlardan biri nədir? Hansısa bir şuranın yaranması və o şuranın ölkənin idarə etməsini ələ keçirməsi. Faktiki olaraq bu ələ keçirməkdir. Orada belə süslü-püslü ifadələrdən istifadə olunur. Parlament, məhkəmə, ali məhkəmə. Amma faktiki olaraq idarə etmə orada olur və şuranın sədri də faktiki olaraq həm veto hüququna malik olur. Əgər diqqətlə oxudursa bizim izləyicilər də o məktubu və hətta məhkəmə qərarlarını belə, parlamentin qərarlarını belə yoxa saya bilər. Yəni üstündən xətt çəkə bilər. Şuranın rəhbəri kimi. Və nəticə etibarilə də bu faktiki bir, yəni faktiki diktatura rejimidir, təklif elədiyi. Amma kollegial diktaturadır. Vaxtilə bundan çox istifadə olunub. Kubada da istifadə olunub, Latin Amerikasında da istifadə olunub. Faktiki kollegialdır görünən, məsələn, mərkəzi komitə. Amma bir nəfərin belə deyək, atdığı addımların, onun dediyi sözlərə tabi olan bir qrup. Burada indi hamını maraqlandıran təbii ki, 50 nəfərdirsə bunun siyahısı kimdir, içində kimlər var. Xatırlayırsınızsa, bu məsələ ilə bağlı sizin efirdə, mən xaricdə idim bu məsələ üzə çıxanda. Elə sizin efirdə ilk dəfə debat formatında olanda da bu fikirləri söyləmişdim. Dövlət çevrilişinə cəhdin çoxlu ayaqları olur da. İqtisadi ayağı olur, mütləq. Siyasi ayağı olur, hərbi, təhlükəsizlik ayağı olur. Məsələn, FETÖ ilə bağlı Türkiyədə araşdırma gedəndə səhv eləmirəmsə 27 general həbs olunmuşdu. Elə ilk gün. Yəni, bu deməkdir ki, bunun hərbi, siyasi, nə bilim, media, çox ayaqları olur. İndi görünən odur ki, bu ayaqlara doğru hansısa bir addımların atılmasına işarə verir. APA-da yayılan o məlumat. Buna bir işarədir ki, artıq işlər dərinləşir. Çünki heç inandırıcı gəlmir də. Siz istənilən cinayət işi olsun, siyasi bir hadisə olsun və yaxudsa bir tezis olsun, bu inandırıcılığı olmayanda cəmiyyət içində, o getdikcə, belə deyək də, zarafata çevrilir və onun dəyəri devalvasiya uğrayır və insanlara inandırmaq mümkün olmur sonra. Lağlağıya çevriləndə də mümkün. Bu çox yayılmış bir taktikadır da. Təhlükəli də əslində. Əlbəttə, dövlətin ciddiliyini də azaldır da, dövlətin atdığı addımların da ciddiliyini azaldır. Və indi görünən odur ki, bu neçə gündür artıq, az qala 15 gündən çoxdur, 2 həftədir və böyle davam edir və ortalıqda bir iddia var, yəni əllə tutula biləcək, sübut kimi təqdim ediləcək, iki sənəd var. Bir məhkəmə qərarı, 3 maddədən ibarət. İkinci xəbərdə belə yarı rəsmi mənbələrə istinadən yayıldı ki, avqust ayının 13-dən Ramiz Mehdiyev və onun ətrafı dinləmədə olub. Hansısa bir əməliyyat tədbirlərinin içində olur. Vəssalam.
İndi yeni 2 həftədən sonra yeni bir addımlar lazım idi. Yəni artıq 87 yaşlı Ramiz Mehdiyevin tək başına dövlət çevrilişi etməyəcəyi məlum idi.